Salam, YouTube kanalıma hoş geldiniz. Hinduşka əfiləmsi var. Mən kələm seçirəm. Hə, yemək pişirə bilirsiniz? Yox. Toy qazanımız var maşallah. Gedək görək başımıza nə gəlir. Ay mama. Gel promosya. Allah'ım delirdiler ya Rabbi. Instagram'daki Aytaç. YouTube'daki Aytaç. Görsen, görürsen. Merhaba dedeciğim. Koy. Ben de siz çıkın buradan. Ki bir tarafım Yahudi'de, bir tarafım Gürcü qarşım var, Azərbaycanla. Burada. Gedib girib tikana. Burada da kal. Ay gözde. Salam YouTube kanalıma hoş geldiniz. Səhər saat 5'te bunu enerjide bilmirəm. Çünki həqiqətən bilmirəm. Yəni biz hara gedirik? Heç şeydən məlumatım yoxdur. Nə edəcəyim? Ayda burada isti, hamısı istidir. Amma dedilər ki 10 dəqiqə işləmiş yaxınlaşın. Hinduşka əfiləmsi var. Cəmaat bizi gözür. Ay Allah haqqa veriyoruz. Deyir ki təndir çörəyindən kalpası ala. Bütün avtobusu iyilətmək üçün. Bir tane de şey xiyar pomidor. Ayda. 3 saat yol gedəcəksən. Dünyanı ye. Söhbət bu qədər. Bunun hamısı çoxunu oraya yetişdirəcəm onu. İyi bastı. Bir de deyirdi ki, bir de Qayduf deyir ki, kısa olsun, indi iyi basacaq. Ya bundan gəlmirik. Hinduşka. Çox qəşəng bir kampdır həqiqətən. Hamı çox gülərimiz. Sen de tutamıyorsun. Hamı mən Nuram istəyir. Gəlsən. Yox. O mənim üçün. Ben Aytaç'ın kameramanıyım şu an. İslam Bey, ne yenirsiniz? Lazanlıq et. Pamla yumurta yiyəcəyik. Bəli. Seçə bilirsiniz qəşənglərini. Öyrənəcəm də, nə yaşım var? Yaş nə qədər idi? 26. 26. Bu da bizim fotoğrafdır. Sağ ol. Nahid. Soğan götürmeye getirdim. Tamam, beni bekleyin. İş qutardı. Soğan götürmeye getirdim. Zaten kişiler ne bilir onsuz Alper'in bazarlık elementleri demeydi aslında. En popüler, en güçlü aşpazlar kişilerdir. Məncə səs verək ki, pomidor yumurtaya biber vursunlar yoxsa yox. Pomidor yumurtaya biber vursunlar. Vursunlar. Səs verək də mən biber yemirəm. Neyi yeyəcəyik pomidor yumurtanın səsini? Bibersiz. Hə? Bir düşündü, bakacağız. Gör sizi mən işlədirlər. Deyək ki, göbələk seç. Bir şey olur. Bu, götürdüyüm. Oy verək qəşəngdir. Hə, su. Göbələk yazdıqlarım. Səkinə xanım. Siz seçdiniz. Səkinə xanım nə seçirsiniz bayaqdan? Mən kələm seçirəm. Hə, yemək pişirə bilirsiniz? Yox. Turumuzdakı xanımlardan biridir Səkinə xanım. Yemək pişirə bilmirsiniz? Elə sual verdim ki, mən də Pişirməyi bilmirəm. xoşlamıram deyə. Pişirməyi xoşlamıram. Hə, bəli, biz qadına hər şey bacarırıq. Tək ki istəyək. Ya bacarıram amma xoşlamıram. Hə, kələm seçdirəm. Bunu görsən balacası dadlı olur, yoxsa böyüyü? Böyüyü, hə? Yaxşı dayı, sən qulaq asıram. Dayı deyir ki, bu yekəsi dadlı olur. Deməli, alışverişimiz demək olar ki, tamamlanır. Bir həftəlik alışveriş eləyiblər, hansı ki 2 gün orada olacaq. Çox gözəl mənzərəli bir yerə gəlmişim. Mən Qubanı ümumiyyətlə belə təsəvvür eləmirdim. O qədər gözəldir ki, təbii ki bugün bol-bol gəzəcəyik, gözəl gün keçirəcəyik, amma o gözəlliklərdən birini sizə göstərmək istəyirəm. Maşın geldi ha. Gel bura gel. O hündürlükləri çəkdin. Atlanaq. Hoppanaq. Görün burada ne geçmiş uşaqlar tapmışıq. Gəl, adı nədir? Lələk. Nə satırsan burada lələk? Aha. Kəməz. Hə, bağışla. Sənin adın nədir? Azam. Sən də şey yapırsan? Ben bir tane kemer takacağım. Aytaç. Sadece kemer. Kemer. Bir tane başka alsam. Bunu ben çok... Bu yanaqlarını çək, təbii ənlikdir. Buna baxın. Sən nə gözəlsən. Təkliyat satış lan burada. Ay Allah. Deməli gəldik çatdıq. Burada bir kənd evi tutublar. Görək necədir, şəraiti necədir, ümumiyyətlə mənzərə necədir, ona da baxaq, düşək.
Biraz yorulmuş düşək. Bura çox soyuq. Bura çox qəşəng. Gəlmişik, mənzərəmiz budur. Gördüyünüz kimi orada dağlar var. Birazdan ora çıxacağıq. Hikingə gedəcəyik. Görə hələ çıxa bilirikmi? Burada mini şəlaləmiz var. Orada qarpızlarımız bağını çəkim. Hikingə gedirəm. İndi gedirik. Tutduğumuz evə çantamı götürüm. Nahid, mən maraqlıdır ki, orada Wi-Fi var. Götürə bilərəm də kameranı. Uşaqlar 5G kamera var, 5G Wi-Fi var. Fiber optik yerin altından gəlir. Şəxsən son məlumatlara əsasən dünən öyrəndim ki, Xəzər dənizinin altından Quba ərazisindən bir mini Xınalıq kəndindən fiber optik internet keçir. Bu fiber optik internet vasitəsilə Aytəs xanım polno internetdən istifadə edə biləcək. Aytəs xanım üçün kondisionerlə quraşdırılıb bu gün. Sonra Mən verdiyim sual. Məntiqsiz sual. Neyini bizə Wi-Fi? evə qalxıb hamısını bir-bir sizə göstərəcək, narahat olmayın. Birazdan çatırıq evə. Ay can, samavarımız. Ay can, ay. Toyuğumuz. Kəsirik bunu bugün. Görək indi evimiz necədir? Evin mənzərəsinə baxın. Vay. Meditasiya. Hə İslam bəy? Çox sağ olun. Bu tura kim qoşulmaz? Bu tura kim qoşulmaz? Qədrimizi bilmirlər. Kim qaçırtdısa heç çox şey udduzdu. Deməli 2 dənə otağımız var. Biri belədir. Ay necə şirin, necə qəşəng vibe var. İçəri otaqda bax. Bizim deməli bu otaqda isə yeyib içmək otağıdır. Ən sevdiyimiz. Amma nə yeyib içəcəksən Aytəç? Sən nə yeyirsən ki ümumiyyətlə? Nəysə, mənzərəmizə baxaq bir dənə. Gəl. Sen video çekeceksen. Mənzərə. Mənzərədir. Qəşəng qızımızın maması. O da qəşəng demək. Qəşəng qırmızı saçları var. Deməli, axşam menümüzdə nə var İslam bəy? Kabab. Çabab. İndi bastırma eləyirsiniz. Bəli. Bəli, mən də kömək eləyəcəm. Görək də eləyəcəksən. Hə, nə edirik? Nəsə də mən də bilmirəm. İndi taxta gəlsin. Aha. Soğanları qəşəng doğrayırsan. Hə. Sonra Hə. sarımsaqları qəşəng doğrayırsan. Əlimdən. Əlimdən də heç nə gəlmir. Yox, əlimdən iyi gələcək. Sonra Nə vaxtı? bax mən deyirəm ki, buradakı tərəvəzlərin meyvələrin qoxusu bir başqadır. Bakıdakı nə indi mənə gülürlər. Özdəki həyətdən çıxartmışıq ha. Yox, mənə gülürlər. Eyni deyil də fakt. Deyil də Deyil. faktik olur. Gəlib görmürlər axı. Hə, qoşulmursuz da tura gəlmirsiniz. Eləmisiniz belə tur nə vaxtsa. Görün haralara gəlmişik. Ha, onlar bizə mane deyirlər, ha, otursunlar. Hə, yaxşı. Turun adı nədir? Məlumat verin İslam bəy. Zəhmət Go olmasa. hike az. Bəli, özünə qayıdış. Özünə Gəlirsən qayıdış, burada telefon falan əlindən alırlar. Bəzən almırlar. İndi siz İndi istəsəz ta YouTube çəkirik deyə alınmır. Hə. Siz istəsəz telefonunuzun əlindən almayacağı bir tura qoşulun. Yox, mən telefonsuz qalmaq istəyirəm. Mənə həyat telefonsuz maraqlıdır bir gün demək istəyirsə, o da deyin İslam bəy o turlara qoşula bilərsiniz. Buradan Instagram səhifələrini, nömrələrini, hər şeyini yerləşdirəcəm. Çox bəyəndim. Yəni hələ təzə başlamışıq, ruhum dincəlib. Bu başlamamışıq elə, başlamamışıq. Siz nə qəşəngsiniz? Bayaqdan demək istəyirəm. Çox təbii gözəlliyiniz var. Buradakı qızdan adınız nədir? Çəkə bilərsiniz də problem deyil ha. Doğrudan. Ay çək. gəlin də onda. Bir dənə çəkək xanım. Görün necə gözəldir. Ay Allah. Üzündə bir dənə makyaj yox. Yanaqları təbii ənlik. Rare Beauty zad işinə bax. Çox, boşalt. Ətlər getdi. Ətlər getdi. Hara gedirik? Yemək pişinə kimi bir qısa özət keçək. Hikingə gedirik. Hə, mən bunu bastırma eləyirəm. Sonradakı qaz 66 minib 2 saatlıq yolumuz var. 2 saat. Orada bir 2 saatda gedirik hikingə. Oradan da çıxırıq piyada. Sonra qəşəng şəkil videolar. Sonra bitmir də, bitmir. Bu turun aktivitələri bitmir. Niyə? Hamı istəyirsən qoy bura. Aha, İslam bəy çimizdirir. Belə böyük bir toy qazanımız var. Maşallah. Maşallah. Ay Allah. Yuyub yığacaqsın. Hə. Ay səni. Güya da. Aa. Nələrsə ola bilər. İslam- O axşam ondan sonra başlayır, onsuz da. İslam bəy çox sağ olsun dedi ki, pomidor yumurtaya biber qatmayacağıq.
Burada mənim qrup yoldaşlarım bilirəm ki, İndi- istəyir. Mən pizza falan sifariş verəndə universitetdə bufetdə. Aha. Gəlib gördüm ki, üstündən biberləri götürüblər bir-bir. Ya, arkadaşlık böyle. Hə, arkadaşlık böyle bir şey. Baba özün savunur. Hə, o çox qısqancdır çünki. Xahiş edirəm biberlər yanında doğrayarıq, kimisi də biberi götürüb yeyər. Heç kim Mən yoxdur gözüm mətbəxdə. Amma o bir otaqda görürsüz necə turbəhbənin başını bişirir. Belə olmaq lazımdır həyatda, yoxsa alınmır. Qabağa getməm. O yan bu yan oldu, geyin əlcəkləri. Hə, biber qatdınız bu. Böyle Bəh. Baxın, bax sizə əsl bastırma tarifi. Eləmisən heç bundan. 2 dəfədir. İkisi də doğrudan. Yoxsa təbii ki. Aha, duzumuz. Duzdakı qramajla zaten. Gözlə yarı. Ay Allah, hamısını alca elə. Məncə bu bilmir. Öyrənirəm də təzə birinci dəfədir. Doğrudan. Hamısı alca. Mən belə çap yeməmişəm. Nə? İstiot qatıb ora. Az hamısı isti görmüsən acı kan Ay falan. heç nə yoxdur orada. Nə az, çox az istiot. Hə, görəcəm sən axşam. Hə, yaxşı. Cidden çox az istiot töküb. Bu qədər. Görsən bax sənətkar ayrı şeydir. Baxan kimi bilir. Var onu. Mən belə edirəm də, mənim reseptimə qarışmır. Yaq baş üstə. Biz nə deyirik ki? Bax düz eləyirəm, bax. Bəh. Bəh. Gözüm yandı. Ay mama, hardasan ay mama, ay mama. Ay qız, Sarımsağımız, nədir? soğanımız. Gördünüz deyirlə eləyə bilmərsən. Nə oldu? Mikrofon da gözəm. Yox, o olmaz. Ha, qatıqla daha dadlı olur. Mən bunu toyuq bişirəndə evdə eləyirəm. Kababda görə necə olacaq? 2 dəfədə yoxlayıb. Gör adam. Ya çox elə, yarısına kimi tök onu. Var yəndə. Var yen. Şu qatıqdan bol. Dadına baxacağam kənd qatığının bir dəqiqə. Olar? Qaşığı sardadır. Gəl elə bunda bax ki. Bu? Bəsdir. Bakın orada. Bakın size bakın. Bir dənə götürüm. Puding. Quba qatığı. Nə oldu? Yox, şey necə? Qəşəng, soyuq olsa bax bir şey qəşəng olardı. Biraz turş. Biraz ayaq altında oturmuş ola bilərəm, amma saç düzəldirəm. Neyniyim? Qəşəng yerlərə Əslində olan. La. Bu əvvəldə bir dənə də sonrasına baxarsınız. Yaxşı saç baş nə gündə. Bəli. Yeməkləri hazırladıq, qoyduq. Qızarmışam, çox durmuşam. Gedirik hikingə. Nə ilə gedirik? Bentley ilə. Baxın, ay səcin sevinci nəyə desəz deyərəm bu arada. Meditasiya, komandla gedirik. Get ay saç. Mən neyini? Belə şeylər adamıyam da. Lüks restoranlar siz gedəriz. Bürdün. Gəlin. Necəsiz? Hadi. Qoymadınız, Mən də diktafanı götürəydim. Belə gedəcəyik. Çörəmi yox elə. Mən? Yox, rahat ol. Yıxılacaq kimi. Hamı bura baxsın bir dənə. Yıxılacaq. Oo, sərt dönür. Sən elə bir saç. Yolumuz nə qədər İstanbul? Bir saatdır qaz atmış altına yolum. Mən yanmışam bence də. Bir saat gedirik, bir saatte qayıdırıq. Hə. Orada deyir ki, bizi çox qəşəng mənzərə göstərir. Hadi, bir buralar heç də buraları çəkmişəm. Sən oranı deyirsən, də oranı. Burada qəşəng. Bu kız çekişi onu filmine çektim. Ha? Yalan göre çektim. Biraz sonra aç bakalım. İndi gördüm, bir də partlattım. Mən də deyəcəm ki, Hollywood ya. Bilirəm ki, bunlar təbiət səsi ilə duasıdır. Çox qəşəngdir. Mən Qubanı belə bilmirəm. Həqiqətən bilmirdim ha. Instagram sən nə yazırlar? Bura Qubadır, məzələnsiz. Allah. Bu başqa məsələ. Gəldik, çatdıq. İndi düşürük və qalxacağıq. Və
bu yollarla gedirik şəlaləyə. Yəqin ki, çox çətin olacaq, bilmirəm. Saçlarımı yığdım çünki külək dağıdır. Görək çıxa biləcəmmi? Gedirik, görürsünüz artıq şəlaləni orada. Bir dənə mənzərəni də götür, oranı baxaq. Yəni sırf burada söhbət dağlardan getmir. O vəhdət var, dağın vəhdəti, şəlalənin, görünüş, hava, nə bilim, hətta insanlar da gözəldir. Buranın qızları da gözəldir. Mən bayaq sizə bir ikisini göstərdim. Uşaqları falan çox qəşəngdir. Mən yenə gələrəm, yenə gələrsən hə Nura. Gedək görək başımıza nə gəlir. Gəl balam. Ver. Ay can, ay can. Birinci növbədə suyunuz yanınızda olsun və yaxşı ayaqqabılar. Gəldiyimiz yola baxıram. Baxmaq istəmirəm. Və hələ bu bir prinsip məsələsi. Orada o şəkillər çəkiləcək. İki dünya bir araya gələcək. O şəkillər orada çəkiləcək. Görün. Görün hardan hara gəlmişik. Və o gözəlliyin yanındayıq. Super. Lookum belədir. Saçımda da aksesuarım. İndi gedirik ən yuxarı. Şəkil çəkməyə, şəkil video. Allah'ım delirdiler ya Rabbi. Ayağım su ama esas odur ki o şekilleri alındırmışam. Bir həftə sətəlcəm, mama damlaması, ama ev yok. Dəyər. Bakın, mütləq əgər alınırsa gəlin. Çək. İndi düşürük. Düşebilsek. Ay mama. Gel promosya. Çox pis yoruldum. Bədənim sanki belə müqavimətini itirib kimi hiss eləyirəm. Çünki çox üşümüşəm. Amma bu yolu səsi üçün ait açı. İndi yeni yeri qaydırıq. Baxın oranı. Bilmirəm. Praktikam yoxdur. Bəlkə də düşmək daha asan olacaq. Baxacağıq. Gedirik yeməyə, yogaya, meditasiyaya. Ac qarnına yoga olur. Ac karnı olur da. Hə? Amma yemək yeyəcəm. Mən acımıram. Getdik. Hə? İslam. Deyirəm, məncə hər şeydə çıxmaq çətindir, düşmək asan. Yox, əksinə. Hə? Dağda çıxmaq rahatdır, düşmək çətindir. Onda bunu həyat fəlsəfəsi ilə eyniləşdirməyim də. Ağzıma gələn danışmadan ay taç. Hə? Bax, məsələn, qalxanda görürsən ki, addımdan çıxırsan da. Aha. Düşəndə biraz çətindir. İndi gəl özün təcrübə elə. Ay can. İslam ayaqla. Çıxmaqla düşməyin arasında fərqi odur ki, düşmək sürətlidir. Amma çox qorxulu. Mən qorxuram ki, ayağım sürüşər. Məsəl üçün, baxın, dəstək almaq istəyirəm. İstəyirəm kimsə məni tutsun. Mən beləyəm, bilməm, siz bəlkə qoçaqsınız. Mən beləyəm. Amma çıxanda dəstək almırdım, az dəstək alırdım. Fərqi orasındadır, amma hər ikisi ləzzət eləyir. Ayağım sudum, amma bir həftə qulluğumda dur, bəsdir. Öpürəm sən. Çox çətindir, amma düşəcəyik. Burada sonra neyniyim? Gəlməliyəm özüm. Hə, gördüm. Bu kız yaptı. Yaptı bu kız. Ayağım ağrıdı. Bu birden buruksun diyesen. O boyda dağı aşıb. Burada ayağı bir dəfər vurdum. O biri düz yolda yıxılanlar kimi. Şurafanın cibimdədir. Deməli gəldi. İndi nə edirik? Kebabitos. Kebab pişiririk. Buradan ışıq belə düşdü belə. Kebab saçma başıma fikir verməyin. İstanbulşam. Kimdən də tapdım, geyinmişəm üst-üstə.
Ukladka videosundan sonra bu. Çox Sən üşümürsən? Yox. Ay canım. Əslində olan videodan sonra bu. Neyin indi? İslam bəy. Mən yox, sən eləyirsən. Aha. Bunları Növ töküb yandıracam. çox belə yorulmursan. Yorulmursan elə də. Aha. Hə, bunu tökəcəm birinci. Aha. Nə qədər tökməliyəm? Ha? Nə qədər Ay tökməliyəm? gözə yara, papotu. Bizdə belədir. Aha. Ki çay süzürsən. Bu qaynanaya çay süzmək kimi oldu. Məncə bəsdir. Bəli, bəsdir. Bəsdir. İndi əsas məsələ. Yanır buralar. Alev aldı. Gedirəm. At qaç. Al söndür axı, yalan. Qəbristanlıqla baxışıram bu dəqiqə. Bəlkə bu bir işarədir. Arxadadır. Kəsər yoram. Neyini imkan Arxam. öyrət də? Qadan alaram. Ha. Heç ocaq qalamamsan. O yandı belə. Mən sənə dəstək verdim. İlahi, külək kəsildi ya. Hə, İnşallah da hələ od qalırıq yarım saatdır. Hə. Allah deyən olsun gün kebab bişirəcəyik. F, Kumu çəkək ayrıca xahiş edirəm. Instagramdakı Aytaç. YouTube'dakı Aytaç. Şəfi kiminsə. Gülür oradan Nicat. Nicat idi. Udumsan mənim nəsdə ona görə gülürsən. Kömək eləyirdin. Burada bir duralım lütfən. Səncə indi sən Bəxtəri gətir uşaqlar. o olmadan, yəni nöyüd olmadan onu yandıra bilərdin mi? 100%. Yo, bu İstəyirsən küləkdə. qıraqda deyiləm. Bu küləkdə. Qurana and olsun deyirəm eləyə. İstəyirsən mərcə girək. Oy can. Bax o dərəcə yəni özümdən əminəm də. Halaldır sənə. Ha, Halaldır, 100%. amma- Mən bax bunu yandırıram, üstünə kömür atıram oradan. Yəni bunu alışdırmama imkanım yoxdur. Nə qədər? Birdən bir alışma. Ay bizdə papudur, şey yoxdur elə. Tək. Ya sən O samavar çay, yerimiz məlum, göz haqqınızı halal edin hamınız. Nəzarata nazarat. Əslində olan birazdan vururuq da çayda. Nə göz haqqı. Bay can. Görürsən budur. Yeni qonağımız var, yeni qoşuldu tura, biraz gecikib. Salam əleykim. Salam, necəsən? Qaçmır. Olar sənə toxunum. Hara girmisən? Üstü bütün tikandı. Götürüm. Yaxın gəl. Nə deyirsən? Gəl şüşə səni vuracaq. Girib tikana. Bura gəl az. Necəsən? Olar sıx. Ay, qoy bir dənə toxunum da sənə. Gözlə burada da qal. Ay, gözlə. Dayan gözləyir. Bax burada qalıb, dayan. Ay səni. Bir də çıxdı. Orada bir dənə tikan qalıb, onu da götürüm. Az dayan da. Sən vurursan, hə? Gəl bura, gəl. Bir köməyimiz Olar, lazım. gəl. Salata hazırlamaq Uy, lazım. vurmaz. Vurar bu. Çoban salatı. Prosta ki çox yox, artıq qal. Ay, Allah şey geçirir. Ay Allah, bu nədir? Özü təqdim elə onda, Nicat. Yerleyen. Yelliyəm. Çamur yerleyen şimdi ağlıyor. Ay, çox sağ ol, sakit dayandın. Xoş gəlmisən YouTube kanalı. Bir mamamız var. Mamanın olduğu turlar qəşəng keçir də. Bax, elə qəşəng versiyalar deyir ki, arada. Deyir, yayda heç bizim ağlımıza gəlməyib. Hə? Adınız necə idi? Lamiyə. Lamiyə xanım cavan qaldı, maşallah. Qəşəngdir, hə? Nura deyir, hə, qəşəngdir. Neyini indi? Heç nə salat düzəldirik. Mən çox əziyyət çəkirəm, yaman yoruluram mən. Ağızdan yoruldum. Beyindən. Yox, gedirəm indi o bir tərəfə. Salat edirsən, Aytaç. Aytaç mənim kimi bir salat köfəyində həsəbləşir. Mən ləzzət edeyim, bir dənə də Aytaç salat edir. İçində bibər var.
Biri yeyim də. Pul deyir. Balqaslı biber. Niyə biber hər şeyə qatırsınız? Sıkıntı olmamalı. Biber hər yerdə var. Bu biber travmamız var. Doyumcul olmalıdır da. Uzun doğrayıb başqa boşqaba qoya bilərdik. Onu heç kim yeməyəcək axı. Nəysə, çoxluq azlıq çoxluğa tabidir. Mən siz çıxın buradan. Çox sağ ol, Ayta, çox xoş idi səndən danışmaq, mutlaşmaq deyəcəkdim. Gördün əlimdə bıçaq var. Reis anladı, reis şüphelendi. Bunu tutmalarından izleyicilerimiz için. Neyse, vada edeceğim. Qoy. Qoy ora. İşte değil. Ay mama, hardasan ay mama. Maman qurban. Son? Pişir özü. Bak işte o qoxu gəlir. Demək ki, çox zəngindir. O qədər mehriban, o qədər belə istiqanlı, elə bir hamısını seçib yığıblar. Fərid xaric, o mənim nərtdə 2 dəfə uduzdum ona. Bu Fəriddir. Fərid, çəkirəm səni. Nərtdə uduzum. Nərtdə mən o bəxti gətirdi amma. 2 dənəsini kəsən. Bəxti gətirdi də Fərid. Denəm bəxtim Mən gətirdi. tamamilə bəxt oldum. Ne istəyirsən, sevinç? Sevinç. Adı neydi? Səkinə. Zakir deyim bir dəfəlik. Yadımdan çıxır. Adlar çok anlayandan çıxır. Mami. Səkinə, necə oldu? Necə oldu bura gəlib çıxdın? Məsləhət görsən insanlara bu meditasiyanı çoxu inanmır. İnanmayanlara nə demək istəyərsən? Yoqaya inanmaq. Yoqaya inanmaq bir şey deyil ki, bəzilərinə uyğundur, bəzilərinə uyğun deyil. Baxır da, yəni məsələn kiməsə fitness uyğundur, kiməsə pilates uyğundur, kiməsə yoga uyğundur. Yoga sadəcə hər ciddisən görsən ki, burada yogadan danışıram. Ay, əsas yoga budur. Buna bax. Meditasiya. O da bir meditasiya növüdür bu arada. Dadlı yemək yemək. Pişirmək bəs. Dadlı yemək bişirmək. Hiçbiri də yəni. Hə, insana görə dəyişir. Ay canaz, bunun qadasını alaram. Bu da neynəmədi bu gün, hər şeylədir. Çox sağ ol canım. Yoxsa az qalacaq. Onu çıxıram, ixtisa edirəm Fəridi. Zarafat edirəm. Kiməsə ilişməliyəm də, İslam neyniyim? Belə Trendyol linkini paylaşacağım. Səkinə, qardaşım, bu da qardaşım ki, qardaşım almışdım özüm, geynəsi oldum. Bir dənə pijamanın ətək şalvarı özümdə. Əziz Quba əhli, sizə təşəkkür edirəm. Hər birinizə ayrı-ayrılıqda. Yox, ona ehtiyac Yəni yoxdur, çox ondan götürün. möhtəşəm bir, necə coğrafi şəraitə mənsubsuz. Çox qəşəngdir əraziniz. Çox sağ olun ki, bizi qəbul ediniz, gəldik. Mən izlədiyiniz üçün çox sağ olun. Bütün bölgələrə salamlar, amma indi Qubadayıq, ona görə bura salam verirəm. Yox, alışlar lazım. Getdik. Hadi, başa sal. Mən dedim sən sənətkarsan, yaxın durma. Yaxşı da, tərif elə, sən bilirsən. Bilirsən də nədir? Bunu bilirəm, ortadan keçirmək lazımdır. Yox, ağ eləm. Buradan sağ gina. Buradan bir də ki, bu qanadın sümüyü var, 2 sümüyü. Gözlə, bu hissə var. Buradan sağ. Tut, bək tut da. Girmir axı. Ay, necə onun ki? Hə. Yox, çıxart gina bu sümüyün arasından sağ. Biraz. Ay da necə bocardım. İslam bir də mane olmadan. Söz qaçdım mən. Sonra bu. Bunun harası? Burası. Yox, onu hamısını toyuq elə. Bu da Qanad elə. Hə, hamısı qanad elə. Ancaq qanad elə, bir dənə işi bu dib eləyərsən. Hə. Nə idi? Alı. Bəli. Alı bəy. Əlində sonra ki, simin arasını seçirsən. Hə, ay sağ ol. Bayaqdan əlimdən tutmuram. Düzgün başa sal da İslam. Nə oldu? Nə əlində tutmursan? Zarafat eləmişdim. Bu gün xınalıqdayıq və Xınalıq etsən gözdə də açılacaq. Təzdən çıxırsan. Sən onu yelləyirsən. Nəyəsə taxa bilərəm bunu. maraqlı söhbət eləyək. Fərid, orada nəsə var taxmağa bunu? Şəlaləni gəzib əylənəndən sonra acırıq. Buna görə də Hə, var o. qəşəng. O bir anda bu tərəfləri. Burada yer yoxdur da. Kababımız da hazır olacaq. Təç yenə öz işi ilə məşğul. Hələ qurtarmamısan bu salatı. Camaat acından öldü, qurtardı. Rolun salatıdır. Özü biz kabab pişirdik, qurtardı. Hə. Halallısı. Səni bir dənə göyərtəyim, qurtarmamısan. Hələ burada da var. Acından öldü. Mən gəlmişəm süfrə qurar.
Sən indi bax, salat yeyərsən sən. Süfrə quraq qəşəng qız. Jack Chan'ın nəyi? Dublyoru. Ki, bir tərəfim Yahudidir, bir tərəfim Gürcü qarşım var, Azərbaycanlı. Yəni, tabii Azərbaycan deyiləm. Option, bura gəlmişik istirahət eləməyə, kamp qurmağa. Aytaç qoymur, hə? Aytaç imkan vermir, hə? Bizim gözəl göyçək blogerimiz dedi ki, gəlin bir dənə Boş qapılar düzürsən. Nə plan var? Estetik bir süfrə hazırlayacaqsan, yoxsa əşi acımışıq. Məncə də, məncə də. Çünki hikingdən çox yorğun qalmışıq. Bəli, hamımız acıq. Doğrudan, yəni əsl sözün əsmasına acığı heç yeməmişik. Heç yeməmişik və şirniyyatla dolanmağa çalışırıq bayaq. Evet, bəli. İstirahət eləməyə gəlmişik. Amma mən həm işləyirəm, həm istirahət eləməyə çalışıram. Demirəm ki, tam. Həm işləyir, həm işlədir. Bu önəmli bir şeydir. Bu səni dəcəl. Ay Allah, pəncərədən bir dənə mənzərə var. Yəni, məncə Quba əhalisi buradan bezmir. Amma burada əsas çətinliklər nələrdir, onu mənə deyərsiniz. Baxın, mənə görə əsas çətinliklər burada market ümumiyyətlə yoxdur. Həddən ziyadə uzaqadır. Xəstəxana, məsələn, bu anidən çox pis bir hal baş versə, siz bu həkim ehtiyaclarınızı necə ödəyirsiniz, onu yazarsınız. Peki, bu market, yaxşı marketi başa düşdünüz, indi yəqin ki, ayda biletə gedirsiniz, bütün ümumi ərzaqlar alınır, amma yenə də. Bu mənə həmişə maraqlı oldu. Bu mənə Lənkərana gələndə də maraqlı idi ki, hansı ki, Freymin ətrafında evlər var idi. Orada daha da uzaqdaydı mağazalar. Allah, sən şükür, salat hazırdır. Aytaç. Sən qaşınırsan, mənim əlimdə bıçaq var. Salat yox, zarafatsız, sən halalda. 14 nəfərin salatını hazırladın tək başına. Sənə halaldır. Əziyyət və halal elə. Çox sağ ol. Allah murtdaşırıq zarafat. razı olsun. Amma yəni o deyil. Adınız nə idi? Yadıma çıxır. Sərvanə. Mənim həyatda hər şey yadıma qalır. Sərvanə addan başqa. Sərvanə deyə bilərəm də, biraz səmimi oldum elə bir. Subaysınız? Seda sənə bağladı indi. Ay Allah. Subaydı bu qız. Var belə kosmetikasız gözəl, az qızlar var ya, Aytaç yox. Aynen, razıyam. Qəşəngdir. Bir dənə qüsuru yoxdur üzündə, maşallah. Qaşı. Nazikdə. Maşallah, tü-tü eləyin əziz izləyicilərim, göz zad deyil, məndən bilərsən Allah. Aha, bu çörəkdir bayaqdan dediyiniz. Bəli. Ayda, dadına baxaq qəşəng. Bu sırf Qubaya aiddir, düzdürmü? Mən artıq bir ilə yaxında çörək yemirəm. Hə, çörək yemirəm. Gəlsin kalorilər. Sağlam qidaya yox. Çörək məni köpürdür. Ya dilim qara çörək, ya da təmiz buğda çörək. Rayona gəldin, sağlam qida yoxdur. Əlinə nə keçdi, yi. Hə, bugün indi bu sizin çörəyi fərqləndirən nədir? Əslində normal xərclər. İslam. Yəni, Gəl salatın suyuna batır, ye. Ay, yesin. ay taza var bir dənə. Ay saçlar belədir də. Suyundan. Niyə? Pomidorunu götürmərəm. Yox, yəni suyuna batır da, o daha dadlı olur. Göz haqqınızı halal edin. Çababın zanın başını bırakın. Çababın zanın başını bırak. Çox qəşəng. Bayaqdan gəlib başımda fırlanırdın, məzələnirdin. Nə oldu? Nə oldu? Yenə mənə qalan adaşım oldu. Oxalıysan biraz. Səkinə xanım, əsl yoga buradadır. Süfrə başında dadlarına baxarıq, görək necədir, sizlə də bölüşərik. Getdik. Deməli, kebabımız hazırdır. Bəh, çox dadlı görünür. Bu salatımız. Türkan xanım, necədir dadı? Superdir. Aytaç, öz əl işin kiminiz? Mən salatıma odaklanmışam. Kebab fərəsi gözümə görünmür. Hadi yaxşı salatın dadını nə? Mükəmməldir. Amma sosun yedin də bayaq. Xısıqsın yeyirdin, hə? Əlində. Hamı yeməyə başlayıb, çünki acından ölürdük. Balam, ne yiyirsən? Birini götür onu. Çoxdur. Salatımız budur. Yox, çoxdur axı. Elə bir ki, bu vlogdan sonra bunu götürüb belə əlimlə yeməyəcəmmiş kimi. Çəngəlinə bir dənə baxaq. İndi Aytaçın salatına dadına baxacaq. Bir dənə baxaq. Mən yaponçuluğu suda bilmirəm, məsələn. Dadlı da ha. Əllərinə sağlıq, həqiqətən. Amma hamının əməyi oldu da bu kebab. Ən çox sənin. Ən çox sənin. Ancaq budla qanad. Aytaçın salatı. Bu dibi də var. Bu dibi olayır. Bir gördüm. İçməsəm olur. Təşəkkür edirəm. Çox dadlıdır. Möhtəşəmdir. Sonra mən görükmürəm. Belə oturum səninlə. Hə, bundan sonra qəşəng bir dənə samovar çayı. Dalıca nə edirik? Keçirik ocaq kənarında otururuq. Aha, bütün söhbətləri çəkim orada. İfşa edin. Dərinə düşmək lazım deyil.
Vlogumun sonluğu belə bitib uşaqlar. Baxın, şiş gözlər, boğaz, burun. Soyuqladım. Amma dəydi. Çox danışa bilməyəcəm, təəssüf. Məni izlədiyinizə görə çox sağ olun. İnşallah ki, bəyənərsiniz. Özünüzdə müğayət olun.